Biraz acılığı var, ayaladır. Yox, normal var, acılığı. Bəh, əla. Quyruq yağında bir şey. Ətir də əladır. Neyse. Sıxırıq. Yer gəlmişəm, buranın ofisantı kopya Messidir. Bak, sən deyirlər ki, Messiyə oxşayırsan. Kamera, baba. Əslində salaka biraz paxmenli sup deyirlər ruslarda. Hardan deyirsən? Onlar bilir. Demək olar ki, elə təbii Viagra'dır da bu. Bakı gastronomiyasını təhdid etmiş əxin obyektindəyik. Biz gəlmişik Cancəyə rubrikasının növbəti qonağı deyək. Əhin obyekti, Əhin də hamı tanıyır. Samir Pürrəngi kafesidir. Bakıya da gəlib. Bakıdakı obyektindəyik. Bugün özü də birazdan yan gələcək. Kadrda maraqlı söhbətlər edəcək. Odur ki, gözləyək, indi xalonlar gələcək. Dürümdür. Dürümdür, dürməkdir. Bu ətləndir. Farşla bu. Toyuqdur, bir də ətdir. Xüsusi sousla. Mən indi toyuğuna baxacağam və axırda rəyimi bildirəcəm. İlkin biz dürməkdə qoymurlar. Tərəvəz. Mütləq tərəvəzlər Tanrı var. var. Hə. Hansı ki tərəvəzə qoyulur, kahada duzluq yarı qoyulur, amma bu xüsusən əxinin reseptidir. Hə. Amma mənə toyuq çox xoşuma gəldi. Toyuq biraz maraqlı dadlıdır. Və süs sousu var. Xəncərin bu növü, məsələn bu Sumqayıta aid olan bir şeydir. Mən də bunu gətirmişəm Bakıya. Düzdür, Bakıda gəlirlər 5 dənə, 3 dənə belə deyirlər. Sumqayıtda bunu adətən bir nəfər 10 dənə, 15 dənə tək başına yeyirlər. Özəlliyi nədir? Zink suyunda hazırlanır, bulyon adlı hazırlanır, zink bişirilir, bulyonu hazırlanır və biz xəncəli onun içində təqdim edirik. İstəyənlərə quru vəziyyətdə klassik formada bildiyimiz kimi. Yəni başda da kollagendir da bu, yəni ki, əsas kişi. Və immunitetin dərmanı belə deyək, və s. Yeyənlər dadını bilir, dəvət edirik hər birinizi, gəlin siz də bunun qeyri-adi bir dadı var. Yəni gürcü xəncəli kimi deyil. Ən həqiqətən yaxşı və ət sümüyündə pişən Bulyon ayaladır. Ayaladır. Bulyon çox tatlıdır. super. Demək olar ki, elə təbii Viagra'dır da bu. O vaxt bunu Afrikada yaşayan şirlərə verildi. Ondan sonra da Afrika şir dərmanı mövcud oldu. Öz aramızda yəni heç çox belə fantaziyası çox yaxşıdır. Yəni maraqlı yemələr həmişə ərsəyə gətirir. Sumqayıt filialında da bunu görə bilərsiniz. Biz də orada olmuşduq. Bakıda da kifayət qədər təyyarlar yəni cürbəcürdür. Polofabrikat da burada yoxdur. Düzdür Vahid? Bəli. Dəqiqləşdirdik. Əxi dedi, mətbəx varsa, hamısı mətbəxdən çıxmalıdır. Deməli, bizim mumbarımız da gəldi. Əxidən maraqlı mumbar. Yanında qırmızı soğan. Mən Türkiyədə yediyim elə mumbardan heç bir fərqi yoxdur. Elə həqiqətən də kimyonun cirəsi və ədviyyatları yerində acılı da var. Mumbarda məsələn Bakıda verilən mumbar kimi deyil. Biz ona ət qatırıq, bəzən qaraciyər də qatırıq və bəzi dəyişikliklər eləmişik. Amma salanka çox maraqlı. Salanka əslində sup kimi olur. Sizdə biraz bunu Bizdə qatırıq. bu bəs batır. Hə, bəli. Əslində salanka biraz paxmenli sup deyirlər ruslarda. Hardan deyirsən? Onlar bilir. Öyrənirdik. Bugün nəsə Viagra, paxmenli subzat. Yəni amma burada xüsusən də ki biraz çox qatı eləyir və saxsı qabda verir. Yəni batır üslubda. Maraqlı dadlı. Demək olar ki qovurulmuş soğanla tomatlı bir ətdir. Amma əti yumşaqdır. Hə. Tomatlı. Biraz acılığı var, ayaladır. Yox, normal var, acılığı. Bizim saxsıda buzu qovurmasıdır tərəvəzlərlə. Bizdə ancaq yerli buzlardır nədir? Əla. Quyruq yağında bir şey. Hiss olunur. Zaten bunun yağı da hiss olunur və biraz kərə yağından da. Ətir də əladır. Dur qəşəng. Gəl çəkək bunu.
Spasibo qonşu. Buranın bir nəncəyə çatdım demişəm. Çatma dinə. Deməyəcəm, qorxuram. Əxirdən qorxur. Baxmıyorum. Həqiqətən də ət də marmarat kimi yumuşaqdır. Həqiqətən də bu rezultat burada. Bu biraz saca oxşayır ya. Yox, Saç fasol idi. Saçdan amma dadlı idi. Sacda deməli O stildə, o stildə. qoyulur ətlərdə məsələn. Əcəb, sonradan görürəm. Burada amma həqiqətən qovurma stilindədir. Qovurulub və hətta badımcanı da qovurub. Yəni acı istiot idi, son pomidor hamı bir qəşəng qovurub və dada bir düşüb, öz yağına düşüb, öz quyruq yağına. Yəni rezultat göz qabağında, özü göz daxtında həqiqətən. Özü həqiqətən də vurğulamaq Əxirlə sözü söz durur, həqiqətən quzu işlədir, yəni quzun qaburğalarıdır. Hə dostlar, əyləncədən çıxmışıq. Yəni biraz içmişik. Bilirsiniz ki, sükan arxasında oturmaq risklidir. Biz də riski sevmirik. Bunun üçün nə var? 189 ayıq sürücü xidməti var. Yəni çıxmışıq dostlarla, indi maşının yanındayıq. Öncədən biz ehtiyatımızı tutduq. Çünki 189 ayıq sürücü xidmətində belə bir funksiya var ki, 1 saat öncədən, 2 saat öncədən sən sifariş elə, məsələn deyirsən ki, saat 7-də burada olsun, saat 7-də də burada olacaq. Biz də belə eləmişik, indi bir 5 dəqiqə yaxınlaşır bizim ayıq sürücümüz. Allah eləməsin, qəza halı yaşanarsa 189 xidməti təminat verir. Yəni belədir ki, rahat vaxtında öz ünvanınıza çata bilərsiniz. Odur ki, risk etməyin. Heç vaxt 189 ayıq sürücüdən istifadə edin və evinizə rahat gedin. Bakı gürzəsikidir, kimidir? Maraqlıdır. Ətdəki matı da. Hətta yağlı mal. Amma bir deyim ki, həqiqətən də ətin metodikasından dadına baxdım. Gürzəni yarı bölüb və qatığı əlavə eləyəndə həqiqətən də çox soslu və Sarımsaq qatırdı da, bax onu deyiblər. dad həqiqətən də bir sonu. Çox zor. Düzün deyək, yeməklər həqiqətən çox gözəl, dadlı. Yəni bizim danışımıza Allah şahiddir. Bizim kameraman qardaşımız hətta o kəlməni dedi ki, mən açıq dedim ki, mən gözləmirdim belə dadlı olacaq yemək. Amma deyir ki, çox bəyəndim. Kameraman qardaşım fikirmiş burada. Yəni aralarında ən kaprizlisi mənəm, hər şeyi yemirəm, maraqetdən bunları yemirəm. Çalışdım ki, bizə aid olan şeylər təqdim edirəm. Məhəllər. Bizə aid olanda yayılmamış şeylər olsun. Ümidvaram ki, bəyənirsiniz. Yox, elə həqiqətən də bəyənmişəm. Geri gəlmişəm, buranın ofisantı kopya Messidir. Hə, vay. Qova. Bax, sən deyirlər ki, Messiyə oxşayırsan. Birinci adamdır. Doğru deyirəm, o kopya Messidir sən. Mesut da var. Əxi, bütün ulduzlara zad verirsən. Neyəsən? Sıxırım. Uşaqlar, sizcə bu stola, bu qiymət okeydir? Bu qədər yemək. Çox belə yemək, hə? Həqiqətən. Burada boyunca yemələr var idi. Yemək çox. Yəni gürzədir, bu yekə bir dənə şey gəlmiş qovurma, sonra mumbar gəldi. Gürcən gəlir, şey sup gəldi. O kalan yemək gəldi. Şəhərin ortasındadır. O şəhərin ortasındadır. Yemək də oradan çox idi. Çox idi, bəli. Yəni kalan yedi, yəni hamısını da yedi. Yəni heç nə qalmadı baba oradan. Odur ki, məncə normal. Qiymətlər Hə? aşağı və yaxşıdır. Gənclər rubrikasından Babək keçdi, ağırdır. Keçdi, özəki qəşəng ulduzla. Oldu da. Hə, ulduz. Messi burada futbol ulduzu. Hə, Messi. Messi'ni görmək istəyənlər gəlsin bura. Ünvanımız isə Həqani küçəsi 65. Düz Çin səfirliyi ilə üzbəüz. Düz Mamana Karmilan yanında. Niyə başqa obyekti reklam edirsən sən? Ən Heç utanırsan sən. yaxşı diplomatik korpus. Mama Karmila, papa ilə korpus. Hə, yəni burada Çin səfirliyi var, arxada 41 nömrəli məktəb var. Nihavanın yanı, Nihavanın məhəlləsi. Penitensiar xidmət də var qabaqda. Heç işlər. Hə, odur ki, gəlin. Param.